Son vaxtlar Ağsu rayonunda yerli sakinlərin sosial şəbəkələr və müxtəlif media platformaları vasitəsilə etdiyi müraciətlər rayonda həllini gözləyən infrastruktur və sosial problemlərin kritik həddə çatdığını göstərir. Sakinlər xüsusilə yolsuzluq, heyvandarlıq üçün həyati əhəmiyyət kəsb edən örüş sahələrinin zəbt olunması, həmçinin məşğulluq imkanlarının məhdudluğundan ciddi şəkildə narazılıq edirlər. Ağsunun dağlıq və sürüşmə zonalarında yerləşən kəndlərində yol infrastrukturunun bərbad vəziyyətdə olması əhalinin ən böyük problemlərindən birinə çevrilib. Bəzi dağ kəndlərini birləşdirən daxili yollarda baş verən çökmələr və aşınmalar təxminən 10 minə yaxın sakinin rayona gediş-gəlişini çətinləşdirib. Sakinlərin bildirdiyinə görə payız və qış aylarında yolların palçığa batması, yayda isə toz torpaq əlindən tərpənmək mümkün olmaması ucqar kəndlərin rayonla əlaqəsini kəsir. Bu isə ucqar kəndlərə təcili tibbi yardım maşınlarının gəlməsini və yerli məhsulların bazara çıxarılmasını qeyri-mümkün edir. Rayon sakinlərinin, xüsusilə kənd yerlərində yaşayan əhalinin ən kəskin narazılığı isə örüş torpaqlarının qanunsuz şəkildə zəbt edilməsi və ya əkin təyinatlı torpaq kimi başqalarına icarəyə verilməsi ilə bağlıdır. Kəndlilər bildirirlər ki, heyvanlarını otarmaq üçün ümumi istifadədə olan otlaq sahələri ayrı-ayrı şəxslər tərəfindən hasarlanaraq əkin sahələrinə çevrilib. Bu səbəbdən yerli cəmaatın mal-qarasını otarmağa yer qalmayıb. Bu da rayonda yeganə dolanışıq mənbəyi heyvandarlıq olan yüzlərlə ailənin ciddi maddi ziyan çəkməsinə və narazılığına yol açır. Yerli bələdiyyə və icra nümayəndəliklərinin bu qanunsuz zəbt hallarına göz yumması isə vətəndaşların etirazını daha da alovlandırır. İşsizlik problemi də Ağsuda aktuallığını qoruyur. Rayonda iri sənaye müəssisələrinin yoxluğu səbəbindən gənclər paytaxta köçmə məcburiyyətində qalırlar. Dost iş mərkəzləri vasitəsilə təqdim olunan ödənişli ictimai işlər və özünə məşğulluq proqramları üçün kvotaların azlığı və növbələrin uzun olması narazılığı daha da artırır. Bununla yanaşı keçmişdə məhz torpaq sahələrinin qanunsuz sənədləşdirilməsi və idarə edilməsi ilə bağlı icra hakimiyyətində baş vermiş hüquqi proseslər və həbslər sakinlərin yerli məmurlara olan inamını zədələyib. Ağsu sakinləri aidiyyatı dövlət qurumlarından və rayon icra hakimiyyətindən bu problemlərin xüsusilə örüş torpaqları ilə bağlı öz başınalıqların kağız üzərində deyil, praktiki olaraq qısa zamanda həll edilməsini tələb edirlər. Qeyd edək ki, təqdim etdiyimiz məlumatlar sosial şəbəkə üzərində apardığımız araşdırmalar və vətəndaşların sosial şəbəkələrdə paylaşdıqları məlumatlar əsasında hazırlanıb. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.